Məsələn, evimizdə işığı yandırırıq, çıraq yanır da, düzdür, biz yaxınlaşırıq, yandırırıq, yanır. Amma bu bağlıdır hara? Mingəçevir. O Mingəçevirə. Bəli. Oradan gəlməsə, burada bunu elə. İndi bu demək deyir ki, da ora varsa, elə oturum yansın. Yox, durmalısan, yandırmalısan və bunu da unutmamalısan ki, bəli, nədir? ora bağlıdır. Ora bağlıdır, məsələ. İşıq Allah ora deyəndə bağlıdır. ki, bəli, mənə itaət elə, qapını qoy be. Elmi şəhəri Peyğəmbərdir, qapısı Əlidir. O qapıya müraciət etmək, elə Allaha müraciət etməkdir də. Yoxsa axı Allah qeyri-məhdud bir varlıqdır. Biz onu necə təsəvvür eləyək, ona necə müraciət eləyək, ona necə itaət eləyək. Allaha itaət eləmək, onun göndərdiyi elçilərə itaət eləməklə başlayır. O qapını ora göstərir. Necə gəlcə deyən kimi, bu kultiyatrı sən vurmalısan da, indi sənin Mingəçevirlə nə əlaqın, nə işin var? Mingəçevir zaten o enerjini verir də sənə. Sadəcə olaraq düzgün səbəbi tapmalısan və o səbəbin özü də bağlıdır yenə Allaha, o düzgün qapıya.